Salam əziz şagirdlər, mən Əliyeva Əminə. Bugün sizə 3-cü sinif, 2-ci hissə riyaziyyat kitabından kəsir dərsini izah edəcəm. Gəlin birlikdə şəklə baxaq. Şəkildə bir tort var və 3 dənə uşaq var. Həmin tort bərabər hissələrə bölünüb və hər uşağa eyni miqdarda dilim verilməlidir. Eyni ilə biz bu tort mövzusu ilə kəsri, tamı öyrənmiş oluruq. Deməli, açar sözlərə baxsaq tam hissə kəsirdir və nümunə verilib bizə 2-də 1. 2 kəsrin məxrəcidir. Həmin o tam olan hissə, yəni biz bir şeyi, tamı neçə hissəyə bölürüksə, həmin o hissə kəsrin məxrəcidir və götürdüyümüz hissə kəsrin surətinə yazılır. Yəni hər hansı bir şeyi 2 yerə bölürük, yəni yarıya bölürük və onun bir hissəsini götürüb yeyiriksə olur 2-də 1 hissəsini yemək. İndi biz bu torta baxaq. Tort dilimi 3 uşaq arasında bərabər bölünməlidir və eyni ilə hər uşağa görə neçə dilim çatar. Bəli, biz bu nümunəyə baxaraq görürük ki, 9 yerə bölünüb. 9 yerə bölünübsə, demək hər uşağa 3 dilim çatır. Yəni, kəsirin məxrəcinə böldüyümüz hissələr yazıldı. Tort neçə yerə bölündü? 9 yerə bölündü və onun hər uşağa neçə hissəsi verildi? 9-dan 3 hissəsi. İndi digər nümunələrlə də sizə izah verim. Tamı bərabər hissələrə bölüb onlardan birini qeyd edək. Misal üçün, baxın, şəkillərə baxırıq. Bir dənə tam görürük. Həmin bu dairə tamdır. Heç bir hissəyə bölünmüyor. Deməli, bunun adı oldu tam. İndi görək biz bunu neçə hissəyə böləcəyik növbəti şəkildə. İkinci şəkildə düz yarısı rəylənib. Yəni 2-də 1-i. Təkcə 2-də 1-ə biz yarı deyirik. Yəni bir şeyi tən ortadan 2 yerə bölürük, eyni ilə yarıya bölürük deməkdir. Ona görə 2-də 1 yarı deməkdir. Və onun bir hissəsini rəyləmişik. Yəni kəsrin xəttini çəkirik və məxrəcə onu neçə hissəyə böldüyümüzü yazırıq. Biz sadəcə 2 hissəyə bölmüşük. Birinci bu işi görürük. Bəs neçə hissəsini rəngləmişik? 2 yerə böldük. Neçəsi rəngləndi? Bir hissə 2-də 1 rəngləndi. Deməli, bütöv dairə 2 yerə bölündü, ondan biri götürüldü və rənglənildi. Keçək növbətiyə. Tamın 3-də 1 hissəsi rənglənib. Bütöv bir dairə halında olub, adı olub tam. Biz onu 3 hissəyə bölmüşük. 1, 2 və 3. 3 hissəyə böldük. Çox gözəl. Oradan hansı hissəni biz rənglədik? 3-də 1 hissəni. 3 yerə böldük. Böldüyümüz hissələrin sayını məxrəcə yazırıq. 3 yerə böldük, bəli. Neçə hissəsini rənglədik? 1 hissəsini. Deməli, həmin o rənglənmiş hissənin adı oldu 3-də 1. 3 yerə bölünüb, 1-i götürüldü. Oldu 3-də 1. Yəni, məxrəcə neçə yerə bölündüyü yazılır. Surətə isə ondan neçə hissəsi, bölünən hissənin, belə deyək, neçəsi rənglənib və yaxud da neçəsi yeyilib, neçəsi götürülüb. Təbii ki, şərtlər fərqli olacaq misallarda. Biz ancaq rənglənməyə, köklənməyə anlayaq ki, 3-dən 1 nə deməkdir? 3 hissəyə bölündü, biri götürüldü və yaxud da biri rəngləndi, biri yeyildi. Bax, belə. Digərinə baxırıq. Tamın 4-də 1 hissəsi rənglənib. 4 dənə yerə bölünüb tam formada. Neçə hissəsi götürülüb? 4-də 1. Deməli, 4 yerə bölünür. 4 bərabər hissəyə bölünür. Diqqətlə baxırıq. Onun 4 dənə bərabər yer. Onun 1 dənəsi götürülür. 4-də 1. Deməli, dairənin 4-də 1-i hansıdır göstərəndə rənglənmiş hissəni göstəririk. Həmin bu 4-də 1-i rənglənib. 4 yerə bölündü. 1-i götürüldü. Anlamasaz, nə probleminiz olsa, rəy bölməsində mütləq ki, qeyd edin. Və daha sonra aşağıda bir nümunə verilib sizin üçün. AB parçası neçə bərabər hissəyə bölünüb? Təbii ki, hissələri daha rahat üsulla belə dairəyə alaraq sayırıq. 1, 2, 3, 4. Ümumi AB parçasıdır, böyük bir AB parçasıdır. Və o 4 hissəyə bölünüb. Çox gözəl. İndi baxırıq ki, AC parçası həmin bu AC. Və bunu silim, yenidən yazım ki, rahat olsun. Həmin bu AC parçası qırmızı.
AB parçasının hansı hissəsidir? Biz dedik ki, AB parçası neçə hissəyə bölündü? 1 hissə, 2 hissə, 3 hissə, 4 hissə. 4 neçəsini götürülüb AC-də? 1 hissəsi. Deməli, AC AB parçasının 4də 1 hissəsidir. Növbəti nümunəyə baxaq. Nümunədə bərabər hissələrə bölünməkdən söhbət gedir. Burada bir pizza dilimi var və görürük ki, biz 4 bərabər hissəyə bölünüb. Bəli. A variantına baxaq. Hansı şirniyyat bərabər hissələrə bölünüb? İndi A variantındakı şirniyyat sizcə bərabər hissələrə bölünübmü? Təbii ki, xeyr. Yəni bu hissə ilə qəti bərabərlik təşkil etmir. Eyni ilə bununla bərabərlik təşkil etmir. Bərabər deyiriksə, bölünən hissələrin ölçüləri bir-birinə bərabər olmalıdır. Tam eyni formada olmalıdır. B variantına baxırıq. Həmin bu şirniyyat, belə deyək, şokolad 4 bərabər hissəyə bölünüb, tam-tamına düzgün formada bölünüb. Bax, buna deyərik biz bərabər bölünmə. Gördüyünüz kimi, hamısı eyni formadadır. C variantında burada bərabər bölünmə yoxdur, əfsuslu olsun. Çünki ətraflar gördüyünüz kimi tam fərqli dairə formadadır. Hansısa bir bərabərlikdən söhbət belə getmir. D variantı, bəli, bu da tam bərabər hissələrə bölünüb. Diqqətlə baxanda görünür ki, bu da bərabər hissələrə bölünüb. Amma Y variantında burada da heç bir bərabərlikdən söhbət gedə bilməz. Yəni, biri daha balaca, biri başqa formada bərabərlik yoxdur. B və D variantlarında bərabərlik var. Fiqurlar, keçirik müstəqil işə. Birinci test. Fiqurlar neçə bərabər hissəyə bölünür? Fiqurların hansı hissəsi boyanıb? Birinci üçbucaqdır. Bəli, üçbucağımız tam ortadan bölünübsə, deməli 2-yə bölünmə və yaxud da yarıya bölünmə. Deməli, biz anlayırıq ki, yarı ancaq bir şeyin 2 bərabər hissəyə bölünməsidir. 2 yerə bölünmək ayrı bir şeydir. Ola bilər bərabər olmayan. Amma 2 bərabər hissəyə bölünürsə, olur yarı. 2 bərabər hissəyə bölünübsə, biz bura yazırıq 2-də 1. Daha sonra növbəti fiqurumuza baxırıq. Bu da 3 bərabər hissəyə bölünüb. Buna yazırıq 3-də 1. Digər 5 bucaqlımız, baxırıq neçə bərabər hissəyə bölünüb? 1, 2, 3, 4, 5. 5 bərabər hissəyə bölünüb və onun nə qədər hissəsi götürülüb? 5-də 1-i. Digər dairəmizə baxırıq. Onun da hissələrini sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə bölünübsə, onun da 8-də 1-i götürülüb. Eyni ilə kvadrat da 4 bərabər hissəyə bölünüb. Onun da 4-dən 1-i götürülüb. Bölünən hissələri sayaraq rahatlığına tapa bilirik. Eynən digərində 1, 2, 3, 4, 5, 6. 6 bərabər hissəyə bölünüb və onun 1-i götürülüb. Deməli, hansı hissə boyanıb? 6-da 1. 6 yerə bölünüb. Məxrəcə bölünən hissələrin sayını yazırıq. Və nə qədəsi boyanıb və yaxud da nə qədəsi yeyilib, nə qədəsi götürülüb, nə qədəsi paylanılıb. Məsələlərin şərtləri fərqli olacaq. Biz bir dənə boyanmışla yadımızda saxlamayaq. Digərinə baxırıq. 1, 2, 3 olsun, 4, 5, 6, 7, 8. 8 hissəyə bölünüb və burada da 8-də 2-sidir. Növbətini də sizin üçün saxlayıram. Keçək ikinci çalışmaya. Parça neçə bərabər hissəyə bölünüb? Rənglənmiş hissə tam parçanın hansı hissəsidir? Baxaq görə neçə hissəyə bölünüb. Deməli, AB parçasıdır. 1 hissə, 2 hissə və 3 hissə. Neçə hissəyə bölünmüş oldu? 3 hissəyə bölünmüş oldu. Biz bölündüyümüzü yazırıq bura. 3 hissə. Onun hansı hissəsi rənglənib? AC hissəsi. AC hissəsi onun, baxa görə hansı hissəsini təşkil edib? 1 hissəsini. Yəni 3 yerə bölünmüş AB parçasının 1 hissəsi AC-dir. Keçək B variantına D, Y. Baxa görə bu neçə hissəyə bölünüb? 1 hissə, 2 hissə, 3 hissə, 4, 5, 6, 7, 8,
9 hissəyə bölünüb. Bir daha saya bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəli, 9 hissəyə bölünübsə, 9-da DF onun hansı hissələridir? 9-da 1 hissəsi. 9 yerə bir dənə DY parçası var. Böyük bir parçadır. Onu 9 bərabər hissəyə böldük. Çox gözəl. 9 bərabər hissədən bir dənə DF rənglənibsə, deməli onun 1 hissəsi götürülüb və rənglənilib. C variantına baxsaq, MN parçasıdır. Görək o neçə hissəyə bölünüb. 1 hissə, 2 hissə, 3, 4, 5, 6, 7. 7 hissəyə bölünüb. Deməli, kəsrin məxrəcinə 7-ni yazırıq. Orada neçə hissəsi götürülüb, rənglənilib? MK onun bir dənə hissəsi idisə, deməli 7-də bir hissəsi rənglənib. Bu günlük bu qədər uşaqlar. Növbəti dərsdə görüşərik.